Bu hücrəyə yalnız kağızlar düşür, bura pet butulkalar düşür. Kabinalara ötürülür və çeşidlənmə prosesinə cəlb olunur. 17 ağacın qorunmasına şərait yaratmış oluruq. Bir adam il ərzində 360-400 kiloqram tullantı yaradır. Bəs bu tullantıların aqibəti necə olur? Bakı şəhərində gündəlik yaranan bərk məişət tullantılarının təxminən 2300-2500 tonu Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinə gətirilir. Bu tullantıların bir hissəsi yandırılır, bir hissəsi bastırılır, bir hissəsi isə çeşidlənərək təkrar emala göndərilir. İlk olaraq iri qabaritli tullantılar buradan götürülür. Daha sonra yerdə qalan tullantılar isə xüsusi lentlər vasitəsilə kabinalara ötürülür və çeşidlənmə prosesinə cəlb olunur. Tullantılar kabinaya ötürüldükdən sonra burada çeşidləyicilər tərəfindən çeşidlənir. Hər bir çeşidləyici özü belə deyək də ayrı-ayrılıqda ona təhkim olunmuş tullantını çeşidləməlidir. Belə ki, gördüyünüz kimi bu hücrəyə yalnız kağızlar düşür. Bura pet butulkalar düşür, digər hissəyə karton düşür. Xüsusi texnika vasitəsilə lentə ötürülür və lentdən briketləmə mərhələsinə keçir. Hal-hazırda biz briketlənmiş tullantını görürük. Gördüyünüz bu konteynerdəki tullantılar isə artıq çeşidlənmə prosesindən sonra təkrar emal üçün yararsız olan tullantılardır. Həmin o tullantılar isə göndərilir Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılma üsulu ilə zərərsizləşdirilir. Təkcə kağız tullantıların çeşidlənməsi hesabına 29242 ton kağız tullantı son 5 ildə təkrar emala cəlb olunub. Təsəvvür eləyin, 1 ton əgər kağızı biz təkrar emal etmiş oluruqsa 17 ağacın qorunmasına şərait yaratmış oluruq. Çeşidlənmə zavodundan təkrar emal üçün yararlı olan fraksiyalar sahibkarlara göndərildikdən sonra yerdə qalan hissə yandırılaraq ondan elektrik enerjisi əldə olunur. Nə yanmaya, nə təkrar emala yararlı olmayan tullantılar poligonda bastırılma üsulu ilə zərərsizləşdirilir. Və sonraki mərhələdə isə 2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkında sahibkarlar artıq həmin bu tullantıları xammal kimi istifadə edirlər. Və təsəvvür edin, 30 milyon manat dəyərindən çox tullantı bugün xarici ölkələrə xammal kimi ixrac olunur.